Tim Burton'un artıq neçə filmin haqqında video çəkmişəm bilmirəm, amma çəkməyə də davam eləyəcəm. Çünki gotik janrı çox sevirəm və gotik janr deyəndə filmlərdən, əgər rejissorlardan söhbət gedirsə, ilk ağlımıza gələn təbii ki, Tim Burtondur. Tamamilə özünə məxsus üslubu ilə digər rejissorlardan seçilir və gotik üslubu deyərdim ki, həm uşaqlara, həm də yetişkin insanlara sevdirən bir rejissordur. Deməli, Beetlejuice-dan danışmaq istəyirəm. Ümumilikdə bir şeydir. Məsələn, Halloween qeyd edilir oktyabr ayında və bizim mədəniyyətimizdə Halloween yoxdur. Hansı ki, o bayramı da anlayışı bildiyimiz kimi şər qüvvələri qorxutmaq, qorxudub qaçırtmaq kimi bir mənası var. Qazaxda keçən dəfə belə bir buna bənzər bir şey görmüşdüm. Novruz şənliyində qəribə istər qadın geyimləri geyinirlər, istər fərqli kostyumlar, qrimlər eləyirlər. Bunların hamısının əslində çox önəmli mənaları olur. Təbii ki, bizim mədəniyyətimizdə, Azərbaycanda festivallar və yaxud da ki, belə karnavallar rənglilik deyərdim, boz olduğu üçün cəmiyyət olaraq bu tip bayramlar, əyləncələr əlbəttə ki, nifrətlə qarşılanır, lazımsız hesab olunur. Çünki dediyim kimi, bunun özü Cadılar Bayramı dediyimiz şey, Halloween özü də bir kulturdur. Sən əgər qorxu janrını bilmirsənsə, bu filmləri, qorxu ədəbiyyatını bilmirsənsə, o Halloween-dan belə deyim, zövq ala bilməzsən və yaxud da əylənə bilməzsən. Amma məsələn, Tim Burton'un filmlərini özəlliklə sevən biriləri üçün o qədər kostyum olsun, grim olsun, ideyaları var ki, hər il demək olar ki, Halloween-da təkcə Tim Burton'un kostyumlarını, elə Alice Möcüzələr Diyarında danışmışdım, elə oradakı Alice-də nə qədər grim kostyum geyinə bilərsən. Yəni dediyim kimi bunların hamısını hekayələri olur və əslində Tim Burton'u sevmək səbəbindən biri də gotik filmlər çəkməsinin də xaricində demişdim ki, Tim Burton daha çox cəmiyyət tərəfindən normal qarşılanmayan, diskriminasiya edilən obrazları baş qəhrəmanlara çevirir. Yəni onun qəhrəmanları əksər hallarda cəmiyyətin normlarına uyğunlaşmamış, fərqli deyə biləcəyimiz obrazlardır. Azərbaycan isə yenə də deyirəm, çox boz olduğumuz üçün, çox standart, şablon bir toplum olduğumuz üçün mən düşünürəm ki, Tim Burton'un filmlərini özəlliklə uşaqlıqdan bəlkə bir ümid rənglənə bilərik deyə. Burada Beetlejuice eyni ilə, yəni Halloween-da məsələn kostyumların, qrimlərin eləyə biləcəyimiz bir obrazdır. Tim Burton'un ən sevdiyim obrazlarından birisidir. Nəhayət ki, keçən filmə. Film qara yumor mövzusundadır və gotik janr deyiriksə, bilirik ki, gotik janrda, ədəbiyyatda da əsasən bir ölüm motivi olmalıdır. Yəni, əsas mövzu ölüm, sonraki dünya, insanın ölüm qorxusu mövzusudur. Və bir gənclik görürük, gənclər görürük, yeni evləniblər və bunlar çox kənarda, kapitalist dünyadan çox kənarda, təbiət içərisində belə bir evə köçüblər, yeni köçüblər. Uşaq dünyaya gətirmək istəyirlər, yeni həyatları başlayan zaman bunlar çox tragikomik, ölümü, axirəti belə deyim, qorxu ilə yox, gülməli komediya janrında Tim Burton bizə təsvir eləyibdir və bunların ölümü belə tragikomikdir. Çünki bir iti zərər verməmək üçün, iti qurtarmaq üçün gedib qəza keçirdirlər. Daha sonra isə necə olduğunu görmürük, amma bir də baxırıq ki, həmən cütlük evlərinə qayıdıblar. Amma yenə vampir filmdə olduğu kimi ruh, hansı ki, vampirlər güzgüdə özlərini görmürlər, çünki vampirlərin ruhu olmur. Burada da ruh olduqları üçün güzgüdə görünmürlər, artıq anlayırlar ki, onlar ruhdular, insan deyirlər. Və bundan sonra tam bunu öldüklərini anlayırlar, ölüm ruhlar haqqında kitab tapırlar. Və tam bu anda onların evinə yeni köçdükləri, hələ yaşamadıqları evə başqa bir ailə köçür. Və komediya burada başlayır. Demək, bu ailə üzvlərinə baxırıq. Bir rəssam özünün, daha doğrusu rəssam olduğunu iddia edən bir qadındır və onun
əri və ərinin qızı Lydia da hansı ki Winona Ryder canlandırmışdı və çox ikonik bir obrazdı o obrazda. Gotik qız deyərdim ki, gotik geyimləri ilə, özünün ölümə meyilliliyi ilə, hansı ki digərləri ölümü fərqli qarşılasa da və yaxud da ki ruhları qarşılasa da, amma Lydia ölülərlə, ruhlarla, bu cütlüklə yəni dialoq girir, ünsiyyət qurur, yəni normal şəkildə və ruhlar da sadəcə onunla ünsiyyət qururlar. Və normal biz ruh filmlərində görürük ki, qorxu filmlərində bir evə köçürsən və evdəki köhnə yaşamış ruhlar səni əsir alır, səni qoymurlar, o ev lənətli olmuş olur və s. Burada tamamilə fərqlidir. Burada ruhlar yaxşı ruhlar olurlar, zərər vermək istəmirlər ev sahiblərinə. Amma həm də istəyirlər ki, onların evidir, yəni onlar bura köçmüşdülər, çıxsınlar evlərindən və bunları evdən qaçırtmaq üçün planlar qururlar. Çox gülməli planlar qururlar. Məsələn, qız gedir, plastinan salır başını, bildiyimiz klassik o ruh anlayışında qorxutmağa çalışır, amma qorxuda bilmir. Filmin ən önəmli yeri ölülər dünyasıdır. Tim Burton'un demək olar ki, filmlərin əksəriyyətində ölü gəlində də görmüşdük, çox rəngli təsvir edilirdi ölülər dünyasını. Burada isə fikirləşirik ki, bizim yaşadığımız real dünya bürokratik, qısıtlanan, nə bilim, sənət bu cür təsvir edilir. Amma öldüyümüz zaman belə şeylər olmayacaq deyə düşünürük. Amma bu cütlük öləndən sonra gedirlər o tərəfdə fantastik bir dünyadır və orada da gəlirlər yenə bürokratiyaya düşürlər. Yəni bildiyiniz sıra gözləyirlər qeydiyyata düşmək üçün. Vəkil onların hüquqlarını müdafiə edən vəkil təsviri görürük. O vəkil onlara məsləhətlər verir və ölülər dünyasının çox rəngli və komik qara yumor dediyim, məsələn, çox var. Qara yumorda bizim cəmiyyətdə adi dinlərlə bağlı, axirətlə bağlı, cənnət, cəhənnəmlə bağlı zarafat edirsən, o saat deyirlər cəhənnəmdə yanarsan. Yenə də deyirəm, onda sənəti biz ləğv eləyək də, Tim Burton'un filmlərini biz məhv eləyək ki, o qara yumor eləyir, nə bilim, axirəti, digər dünyanı, ölülər dünyasını lağa qoyur, güldürür və o dünyanın təsviri özəlliklə çox maraqlı idi Tim Burton'un gözündən ölülər dünyası. Və daha sonra, yəni film boyunca filmin mövzusu bu ruhlar istəyirlər ki, bu ailəni evdən çıxarsınlar. Burada deməli ailəsi haqqında danışmaq istəyirəm. Dediyim kimi ögey anası və atası ilə yaşayır bir gənc gotik qızdır. Burada qızın ögey anası özünə rəssam deyir, konseptual rəssam belə deyə adlandırır. Amma əslində belə deyək, süni mədəniyyətin metaforasıdır. O qadın özünü hər nə qədər incəsənət, rəsm desə də, o artıq çürümüş, sadəcə qəribə belə deyək, mənasız və dadaizmə də biraz bənzədirəm hardasa. Hansı ki, dadaizmdə bilirdik Dünya müharibəsindən sonra o tarixi yerləri, nə bilim, məhv olmasından sonra rəssamlar, incəsənət adamları dərin böhran yaşadılar, psixoloji böhran yaşadılar və hər şeyin absurd olduğunu, belə bir növ depressiv, qaranlıq bir düşüncəyə gələrək sənətdə yəni bir məna filan axtarmadılar və dadaizm yarandı. Yəni sıradan tutalım, o düzdür, orada qara pul yumaq məsələləri də var, o ayrı bir məsələ, amma ümumilikdə də belə mənasız şeylər, heykəllər yaratmağa və yaxud da ki, rəsmlər çəkməyə başlayırdılar və buradakı o qadının demək olar ki, əl işlərini də, hansı ki, evə köçən kimi istəyirdi ki, evin hər tərəfində onun heykəlləri, evin hətta çölündə belə onun heykəlləri qoyulsun evin içərisində, eləcə mənasız, yenə də deyirəm, süni mədəniyyət, süni intellektualların tənqidi idi. Atasına gələndə, atasının hətta deyərdim ki, Lydianı və həyat yoldaşını zorla gətirmiş olur. Sırf özü sakit, şəhər həyatından, basabasdan kənarda bir həyat istəyir, təbiətlə qoyun iç-içə olmaq üçün istəyir və bu yerə ona görə köçüblər. Amma bir tərəfdən də bura köçəndən sonra düşünür ki, buranı turistik bir yerə çevirmək olar. Yəni yenə kapitalizmi hesablayır, düşünür. Bu da onun tənqidi idi atasının görünüşündə. Ümumilikdə qara mizah janrındadır. Ölülər dünyasının, məsələn, çox vaxt bu arada musiqilərindən danışsaq,
Qorxu filmlərdə musiqilər çox önəmli faktordur. Demək olar ki, musiqi 50-50-yə filmin qorxu üslubunu, yəni tamamlayan bir mövzudur. Burada isə qorxulu deyil musiqilər, daha çox şən, əyləncəli musiqilərdir. Hətta bir səhnə var idi. Ruhlar deməli, filmi niyə belə danışıram mən? Deməli, bu ailə hansı ki o qotik qız artıq ruhları qəbullanıbdı, amma ailə eşidəndə ki, evdə ruhlar var, normalda nə olmalı idi? Qaçmalıydılar ruhlardan, amma bunlar nə edirlər? Bunlar düşünürlər ki, biz ətrafımızdakı dost tanışımıza türkçədə hava ata bilərik. Bizim evimizdə ruh var, gəlin baxın və s. Yəni qorxmağın xaricində əksinə fərqli bir reaksiya verirlər. O ruhlarla ünsiyyət qurmağa çalışırlar, ledi qızları vasitəsilə və qonaq dəvət edirlər. Deyirlər ki, gəlin bizim evimizdə ruh var və s. O yemək səhnəsi çox ikonik idi. Hansı ki, musiqi... Bu arada Beetlejuice'un musiqili teatrdır. Teatrlarda da göstərilir və özəlliklə bu səhnə çox ikonik idi. Ruhlar onları qorxutmaq üçün onların özlərindən istəksiz olaraq sanki bir növ süni intellektə dönüşmüşlər orada, belə robotlaşmış kimi hərəkətlərini tənzimləyə bilmirdilər və orada mahnı ifa edirdilər, əylənirdilər ruhlar. Yəni bir növ oradakı insanlar intelligent, savadlı, nə bilim, incəsənətlə maraqlanan insanlar kimi görünsə də əslində ruhların onların hərəkətlərini asanlıqla kontrol eləməsini, öz idarələrinin özlərinin əlində olmamasının tənqidi idi. Bundan sonra, yəni sonda masadan əl çıxır, onlar artıq qorxurlar və yəni film belə gedir. Beetlejuice filmin adından danışmamışam. Filmdə səhv eləmirəmsə 21 dəqiqə göstərilir, çox az göstərilir. Beetlejuice kimdir? Xəbərdarlıq edilir bu cütlüyə ki, yəni bu cütlük gedir öləndən sonra deyirəm sıra gözləyirlər. Yəni o birisi dünyada da bürokratiya var və deyirlər ki, biz yəni istəyirik ki, bu adamları qaçırdaq, qaçırdaq. Onlara təkliflər edilir ki, bu cür qorxuza bilərsən, amma onlar istəmirlər insanlara zərər versinlər. Yaşayanda da yəni görmüşdük ki, onlar çox yaxşı insanlardılar. Hətta ölümləri belə sırf hansısa bir canlıya zərər verməsin deyə olmuşdu. Və Beetlejuice-a deyirlər ki, müraciət edin və vəkil də, digərlər də xəbərdarlıq edir ki, qətiyyən Beetlejuice-a müraciət eləməyin. Beetlejuice nədir? Anarxist ruh. Beetlejuice bütün bu bürokratiyaya həm real dünyada, həm ölülər dünyasında qarşı çıxmış, uyğunlaşmamış, normlara ayıq uydurmamış. Bu səbəbdən də o ölülər dünyası tərəfindən ignor edilmiş, diskriminasiya edilmiş bir obrazdır. Beetlejuice bu arada ən belə bilinən xüsusiyyəti manipulyasiyasıdır. İnsanları asanlıqla manipulyasiya eləyir. Manipulyasiya dediyimiz şey də uğurlu nitq qabiliyyətidir deyərdim ki, insanları yəni asanlıqla istədiyi şeyləri elətdirə bilir, amma manipulativ bir tipdir deyə heç məsləhət görmürlər. Hətta xəbərdarlıq edir, hətta vəkil də xəbərdarlıq edir ki, qətiyyən Beetlejuice-a getməyin. Amma bu cütlük o qədər çarəsiz qalırlar ki, evləri üçün artıq Beetlejuice-a müraciət edirlər. Beetlejuice yəni əlbir olurlar onlarla ev sahiblərini, yeni ev sahiblərini evdən qovmaq üçün. Çox maraqlı bir obraz idi. Beetlejuice'un obrazıdır deyərdim ki, çox ikonik bir obraz yaratmışdı Tim Burton onunla. Və filmin sonluğunda nə olacaq desəniz, yəni çox Lydia özəlliklə ruhlarla birlikdə, yəni iki ölülər və dirilər də birlikdə şən yaşaya bilirlər, çox da normal yaşaya bilirlər. Film qara yumor janrındadır. Yenə də deyirəm, bürokratiyanı ölsək də, yəni o tərəfdə də bir fərq olmayacaq. Bununla eynidir orada da o sıra gözləmək zad. Özəlliklə mənim aylarda artıq bürokratik problemlər içərisində boğuşduğum üçün mənə artıq yəni bu fikir çox qorxulu gəlmişdi. Bir də ki, o tərəfdə eyni şeylər, sənətləşmə məsələləri. Tim Burton'un filmlərini izləmək istəyənlər üçün qara yumor, ölülər dünyası üçün, yəni bu filmi düşünürəm ki, izləyə bilərsiniz.